Değerli izleyiciler, hər birinizi salamlayıram. Mən biologiya müəllimi Ümid Məmmədov. Ee, Sizinlə bugünkü videomuzda 7 dekabr 2025-ci ildə OTK və Müstəqil Qiymətləndirmə Mərkəzinin birgə hazırladığı 11-ci siniflər üçün 4-cü blok imtahanından biologiya suallarının izahını paylaşmaq istəyirəm. Bildirmək istəyirəm ki, sualların etalon cavablarından xəbərim yoxdur. Yəni, sualları sizinlə birgə müzakirə edərək cavablarda və izahlarda hər hansı bir səhvlik olsa, əvvəlcədən üzrxahlığımı bildirirəm. İnşallah ümid edirəm ki, çəkəcəyimiz video hər biriniz üçün faydalı olar. Testlərinizin yoxlanmasında, suallarının izahının aydınlaşmasında sizlərə kömək olacaq. Testlərimizi paylaşırıq. Əvvəlcə istəyirəm ki, müəllimlər, abituriyentlər testləri işləmək istəyirsə sərbəst şəkildə sualları ekranda əvvəlcə göstərim, daha sonra isə sualların izahına keçid alaq. Sualları axıra qədər göstərdik. İndi isə suallarımızın izahına keçid alaq. Və sürətli şəkildə sualları sizinlə müzakirə edərək doğru cavabları tapmağa çalışaq. Başlayaq birinci sualımızla. Birinci sualımız Avropoid irqinə aid insanın Monqoloid irqinə aid insanla çarpazlaşmasından döllü nəsil alına bilərmi? Bəli, alına bilər, çünki bunlar hər ikisi eyni növə, yəni Homo sapiens və yaxud Azərbaycan dilində desək, dərrakəli insan növünə aiddirlər. Birinci sualda doğru cavabımız olacaq D variantı. İkinci sualımız populyasiyanın arealının ölçüsü. Populyasiyanın arealının ölçüsü sabit deyil, ona görə birinci fikrimiz yanlışdır. Fərdlərin hərəkətlilik dərəcəsinə asılı olaraq dəyişilə bilər. Düşünürəm ki, bəli, yəni fərdlər əgər hərəkətli olsalar, öz arealından kənara çıxsalar, arealın ölçüsü dəyişiləcək. Ona görə 2 düşünürəm ki, doğrudur. Fərdlərin sayından asılı olaraq dəyişilə bilər. Bəli, fərdlər çoxalarsa ərazi onlara dar gələ bilər və öz ərazilərini genişləndirəcəklər. Aid olduğu növün arealının ölçüsündən böyük ola bilər. Xeyr, çünki populyasiya özü növün müəyyən tərcihlərlə ayrılan qruplarından təşkil olunmuşdur. O cəhətdən populyasiya daha kiçikdir və aid olduğu növün arealından böyük ola bilməz. Dördüncü fikir yanlışdır. 2, 3 düşünürəm ki, doğrudur. Yəni C variantı olacaq sualımızın doğru cavabı. Üçüncü sualımız. Xəstəliyin aid olduğu qrup uşaq infeksiyaları, törədicisi bakteriya. Deməli, uşaq infeksiyaları bu 11-ci sinif dərsliyindən mikrobiologiya bölməsinə səhv eləmirəmsə aid olan bir sualdır. Uşaq infeksiyalarına qızılcadır, su çiçəyidir, skarlatinadır, epidemik parotitdir. Bu kimi xəstəliklər dərsliyimizdə qeyd olunur ki, aiddir. Yəni, bunlar içərisində qızılca ilə su çiçəyi virus xəstəlikləridir. Amma skarlatina bakteriyanın törətdiyi xəstəlik olduğu üçün sualımızın doğru cavabını C variantı olaraq qeyd edəcəyik. Davam edirik dördüncü sualımızda. Dördüncü sualda qeyd olunur ki, bircinsli çiçəkləri olan taxıl bitkisi. Bircinsli çiçəyi olan taxıl bitkisi qarğıdalı bitkisidir. Bəzi çiçəklər süpürgə çiçək qrupunda erkək çiçəklərdir, bəzi çiçəklər qıça çiçək qrupunda dişi çiçəklərdir. Və bunun seleksiyası ilə məşğul olan alim Xakinovdur və onun müxtəliflik və mənşə mərkəzi isə Mərkəzi Amerikadır. O cəhətdən sualımızın doğru cavabının D olduğunu düşünürəm. Davam edirik 5-ci sualımızla. Növdaxili yaşamaq uğrunda mübarizənin kəskinliyini azaldır. Bu da səhv etmirəmsə 9-cu sinif dərsliyindən olan sualdır. Burada növdaxilində fərdlərin bir-biri ilə yardımlaşması, məsələn, at ilxılarında balaların birgə yemlənməsini biz nümunə olaraq deyə bilərik. Və bu da B variantı bizə doğru kimi görünür. Fərdlərin qarşılıqlı yardımı və əməkdaşlığı zamanı.
Altıncı sualımız Şeşevski-Terner sindromu insanın baş beyin yarımkürələri qabının müəyyən hissəsində 4400 cinsi xromosom olarsa, həmin hissədə olan aksonların sayını hesablayın. Deməli, Şeşevski-Terner sindromu insan, əvvəlcə bunu bilməliyik bu haqda ki, xromosom yığımı 2n bərabərdir 45-dir. Yəni, bunlarda 44 autosom xromosom olur, bir ədəd cinsi xromosom olur və o da X cinsi xromosomudur. Əgər 4400 cinsi xromosom varsa, deməli 4400 ümumi hüceyrəmiz var. Aksonların sayını istəyir. Aksonların sayını tapmaq üçün neyronların sayını tapmaq lazımdır. Neyron X olarsa P hüceyrəsi 10X olar, cəmi 11X bərabərdir 4400. Buradan X bərabərdir 400 olacaq. Yəni, əgər 4000 neyron varsa, 4000-də akson, 4000 deyirəm, 400 neyron varsa, 400-də akson olacaq. A variantı olacaq bu sualımızın doğru cavabı. Davam edirik. Növbəti tapşırığımız 7-ci tapşırıq. Düzgün olmayan ifadəni müəyyən edin. Atın təkamülü prosesində bədən ölçüləri artmışdır. Bəli, artmışdır. Yəni, böyüyüblər. Ətraflar uzanmışdır. Bəli, uzanmışdır. Barmaqların sayı azalmışdır. Bəli. Onurğa sütunu möhkəmlənmişdir. Bəli, sürətli qaçmaqla əlaqədar, hərəkətliklə əlaqədar olaraq möhkəmlənmişdir. Qırışlı dişlər qabarıq dişlərə çevrilmişdir. Xeyr, qabarıq dişlər qırışlı dişlərə çevrilir. Bu da yemin tərkibinin dəyişilməsi, qaba yemlə qidalanması ilə əlaqədar olaraq baş vermişdir. Y variantı olacaq sualımızın doğru cavabı. ABO sistemində hansı qan qrupuna malik insanların qan plazması anti-A antitelini daşıyır? Anti-A antiteli plazmada olur və əgər orada anti-A varsa, deməli eritrositdə A olmayacaq. Yəni, birinci qrupda həm anti-A var, həm də anti-B var. Anti-A və anti-B. İkinci qrupda A qrupudur. Burada anti-A olmayacaq. Sadəcə anti-B var. Üçüncü qrupda B var. Anti-B olmayacaq. Anti-A olacaq. Dördüncü qrupda həm A, həm də B olduğuna görə dördüncü qrupda heç birisi yoxdur. O cəhətdən tərkibində anti-A olanlar biri üçüncü qrup oldu, biri də birinci qrup oldu. Cavab olacaq C variantı. Davam edirik növbəti tapşırığımızla. Növbəti tapşırığımız 9-cu tapşırıq olacaq. Nəsil şəcərəsində insanların qan qrupları göstərilmişdir. Rəqəmlərlə işarə olunmuş hansı insanın qan qrupunun genotipini dəqiq təyin etmək olmaz. Deməli, bəzi qan qruplarının iki cür genotipi var, bəzi qan qruplarının bir cür genotipi var. Onu əvvəlcə qeyd edeyim. Birinci qrup 0-0, ikinci qrup AA və yaxud A0 olacaq. Üçüncü qrup BB və yaxud B0-dır. Dördüncü qrup AB-dir. Və yəni birinci, dördüncü qruplar bəllidir. O cəhətdən onları qeyd edilir. Birinci qrup verilməyib nəsil şəcərəsində, amma dördüncü qrup verilir. AB olaraq qeyd edirəm dördüncü qrupa. Burada da AB olaraq qeyd edirəm. Üçüncü qrup ya BB-dir, ya da B0-dır. Yəni, birinci çarpazlaşmamız AB ilə BB və yaxud B0-ın çarpazlaşmasıdır. Nəticədə burada deyir, ikinci qrup əmələ gəlib. İkinci qrup sadəcə A ilə ya A-nın ya da 0-ın birləşməsindən əmələ gəlir və burada üçüncü qrupda 0, dördüncü qrupdan da A-nı götürsək, A0 olacaq. Bu konkretdir, yəni başqa variantı mümkün deyil. Ondan sonra bunlardan üçüncü qrup əmələ gəlsə, üçüncü qrupda həm dördüncü qrupdan B-ni götürsə, üçüncü qrupdan da ya B-ni ya 0-ı götürsə. Burada həm BB, həm də B0 ola bilər. Yəni, dəqiq olaraq müəyyən edə bilmərik ki, düşünürəm. Dördüncü nömrə ilə qeyd olunan ikinci qrupdur. Yenə ikinci qrup insan, bunu nəyə əsasən müəyyən edərik? Əgər burada dördüncü qrup insan əmələ gəlibsə, ikinci qrupda A var. Dördüncü qrupda əmələ gəlib, ikinci qrupda əmələ gəlib.
Demək, həm 2. Deməli, 3 ilə 4-ün çarpazlaşmasından 2 də əmələ gəlibsə, deməli, ikinci qrup B0 olub. Burada B0 olubsa, B0-la A, deməli, AA yəqin ki, çarpazlaşıb. Ona görə deməli, rəqəmdə işarə olunmuş hansı insanın qan qrupunun genotipini dəqiq təyin etmək olmaz. A0. Hə. Deyəsən, mən bir balaca yanlışlığa yol verirəm. Nəyə görə? Çünki belə düşünək. Əgər mən bunun yazılarını silim, bəzi yazıları, üzrlü sayın vaxtınızı çox aldığım üçün. Deməli, əgər düşünsək ki, birinci çarpazlaşmadan ikinci qrup, yəni burada dedik ki, ya BB ya da B0 ola bilər. Əgər ikinci qrup əmələ gəlibsə, deməli bu B0 olub. O cəhətdən bunu müəyyən elədik ki, valideyn biri AB-dir, biri B0-dir. AB ilə B0-dırsa, burada ikinci qrup A0 oldu. Üçüncü qrup BB də ola bilər, B0 da ola bilər. BB və B0. Onu müəyyən edə bilirik. BB də ola bilər, B0 da ola bilər. Sonra burada 4 nömrəli və 5 nömrəli var. Deməli, 4 nömrəli ikinci qrupdur, 5 nömrəli də ikinci qrupdur. Yəni, ikinci qrupun əmələ gəlməsi üçün A ilə 0 olmalıdır. A ilə B. Yəni, yalnız 2 və 4-cü qrup əmələ gəlsə, bəli, düşünə bilərik ki, burada 4 nömrəli ikinci qrup AA qan qrupuna malikdir. AA, yəni burada A, B ilə birləşsə 4-cü qrup əmələ gələr. A 0 ilə birləşsə, burada A0 ikinci qrup əmələ gələr. Bunu da müəyyən eləmiş olduq. 4-ü də müəyyən eləmiş olduq. Sadəcə 3-də müəyyən edə bilmirik. Ya BB ya da B0 ola bilir. O cəhətdən sualımızın doğru cavabı düşünürəm ki, A variantıdır. Üzrlü sayın. Əvvəlcədən sual üzərində işləmədiyimə görə biraz vaxtınızı çox aldıq. Davam edirik növbəti sualımız, yəni 10-cu sualda. Genomu modifikasiya olunmuş orqanizmlərin alınmasında adətən istifadə olunmayan metod. Bu 11-ci sinif dərsliyindən biotexnologiya mövzusuna aid olan sualdır. Burada süni mayalanma var, yəni mövzuda qeyd olunub. Hibridləşmə də var, gen mühəndisliyi də var, poliploidiya var. Amma hüceyrə mühəndisliyi verilməmişdir. Dördüncülük quruluş. Üçüncülük quruluşa malik bir neçə züla zəncirinin birləşməsi hesabına yaranır. İkincilik quruluşa malik bir neçə züla zəncirinin birləşməsi hesabına yaranır. Bütün zülallar üçün xarakterikdir. Xeyr, bu bütün zülallar üçün xarakterik deyil. İlkin quruluşa malik bir neçə züla zəncirinin birləşməsidir. Yalnız amintuşu qavlardan ibarət bir neçə züla zəncirinin birləşməsinə yaranır. Xeyr. Bu A bəndi olacaq bu sualda. Üçüncülük quruluşa malik bir neçə züla zəncirinin birləşməsi hesabına yarana bilər. Həmçinin burada qeyri-zülalı hissə də olur, amma cavablar içərisində qeyri-zülalı hissə verilmədiyi üçün mən əslində onu axtarırdım. Verilmədiyi üçün onu qeyd eləmirəm. Davam edirik 12-ci sualımızla. Deməli, məməli heyvanın bir nüvəli quyruq hüceyrəsində sitokinez başladığı anda xromosomların sayı 96 olur. Sitokinez telofaza mərhələsində olur. Telofazanın əvvəlində xromosom sayı olur, yəni quyruq hüceyrəsi somatik hüceyrəsə 4N olur. Deməli, 4N-imiz bərabərdir 96-dır. İnterfazanın sonunda xromatidlərin sayı 2N 4C, yəni xromosom və xromatid dəsi belədir. Xromatid 4C-dir. Əgər 4N-imiz 96-dırsa, 4C-miz də bərabərdir, elə 96 olacaq. Və sualımızın doğru cavabı düşünürəm ki, B variantıdır.
Deməli, davam edirik 13-cü sualımızla. Canlıların öyrənilməsində şəkildə göstərilən səviyyənin struktur funksional vahidi növdür və yaxud populyasiyadır. A variantı olacaq. Bu sualımızın doğru cavabı. Davam edirik. 14-cü sualımızda sxemdə göstərilən primatları birləşdirən ən kiçik taksonu müəyyən edin. Yəni, burada Hibbon, Uraguda, Parapitek, Triopitek, Gorilla, Şimpanze, Australopitek, insan bunlar hamısı primatlar dəstəsinə aiddir. Amma yəni burada məsələn Hibbon, Orangutan, Gorilla, Şimpanze və insan insana bənzərlər fəsiləsinə aiddir. Amma parapiteklərlə triopiteklər insana bənzərlərə aid deyil. Yəni insana bənzərlərdə bunlar fərqlidirlər. Amma dəstə olaraq, yəni primatlar dəstəsinə aiddirlər hər birisi. O cəhətdən düşünürəm ki, sualımızın doğru cavabı A variantı olmalıdır. 15-ci sualımızda su altında səsləri tutmaq üçün istifadə olunan hidrofon cihazı yaradılmışdır. Bu da 11-ci sinif dərsindən biotexnologiyaya aid olan sualdır və bu mövzuda qeyd olunub ki, su iti qulağının quruluş prinsipinə əsasən bu hidrofon cihazı hazırlanmışdır. Antropomorfoz deyil, yəni antropomorfoz sırf insana aid olan quruluş xüsusiyyətidir. Ayaq pəncəsinin tağ şəkilli olması bu aiddir. 5 şöbədən aid onurğanın olması, bu yəni insandan başqa digər canlılarda da var. Ona görə B variantı düşünürəm. Kifoz və lordoz yalnız insan üçündür. Beyin şöbəsinin iri olması da həmçinin döş qəfəsinin yanlara doğru genişlənməsi də həmçinin yalnız insana xas olan xüsusiyyətdir. Davam edirik 17-ci sualımızla. Deməli, 100 qram yağın oksidləşməsindən alınan enerji 100 qram karbohidratın oksidləşməsindən alınan enerjidən neçə kilojul çoxdur? Yəni, yağda bilirik ki, 38,9 kilojul enerji ayrılır. Yəni, bunu 100-ə vursaq, 3890 eləyəcək. Çıxılsın, 100 qram karbohidrat 17,6-nı 100-ə vururuq, 1760 eləyir və sıfırımız qalır, 9-dan 6, 3, 8-dən 7, 1, 3-dən 1, 2. 2130 C variantı olacaq doğru cavabımız. Anadontalar su orqanizmlərinin hansı qrupuna aiddir? Bu biosferə aid olan sualdır. Anadontalar dibdə yaşadığı üçün bu dib heyvanlardır və heyvan olduğu üçün deməli zoobentosa aid olacaq B variantı. Davam edirik növbəti tapşırığımız 19-cu sualla. Orqanizmin quruluşca sadələşməsi çox vaxt bəzi orqanların yoxa çıxması və ya qalı qalında qalması, sadələşmə isə bu ümumi degenerasiya olacaq. A variantı doğru cavabdır. Canlıların trofik əlaqələrinə aid deyil. Burada konjugasiya cinsi prosesdir. Bu trofik əlaqəyə aid deyil. 21-ci sualımız. Plazmatik membranın yenilənməsində iştirak edir. Bu Golgi kompleksidir. Golgi kompleksinin şəkli D variantında verilmişdir. 22-ci sual. Şəkildə ADF-in quruluşun sxemində X nədir? ADF deməli ibarətdir adenin azot əsasından, ribozadan və 2 ədəd ortofosfat uçlu qalığından, yəni B variantı bu sualımızın doğru cavabıdır. 23-cü sualda 8 blastomerli rüşem 64 blastomerli rüşem əmələ gətirir. Burada 8-dən 16, 16-dan 32, 32-dən 64, 64-dən 128 blastomer əmələ gəlir. Uzunluğuna bölünmələrin sayı, yəni belə deyək ki, 1 və 2 blastomer uzunluğuna bölünürdü. 4 blastomer, növbəti 4 blastomer eninə bölünürdü. 8 uzunluğuna bölünür, 16 eninə bölünəcək, 32 uzunluğuna bölünəcək, 64 eninə bölünəcək. Burada uzunluğuna bölünmələrin sayı göründüyü kimi 2-dir. Yəni, A-mız burada A və B qeyd olunub. Deməli, A-mız 2-yə bərabərdir. Uzunluğuna bölünməyə məruz qalan blastomerlərin sayı yenə də toplayacağıq. 8
Üstə gələk 32 bərabərdir 40 olacaq. Düşünürəm ki, sualımızın doğru cavabı B çıxılsın A bərabərdir 40 çıxılsın 2, o da bərabərdir 38. Davam edirik növbəti tapşırığımızla. 24-cü sualımız. Hüceyrələrində hərəkət orqanoidlərinə rast gəlinir. Burada sinir toxumasında hərəkət orqanoidi düşünürəm ki, yoxdur. Epiteli toxumasında kirpiciklər var. Birləşdirici toxumada, yəni qanda leykositlərdə yalançı ayaq var. Əzələ toxumasında miofibril var. Mexaniki toxumada səhv etmirəmsə yoxdur. 2, 3, 4 olur sualımızın doğru cavabı. Biosferə aiddir bütün hidrosfer. Bəli, bu doğrudur. Bütün atmosfer xeyir. Bütün stratosfer xeyir. Troposfer desəydi olardı. Atmosferin aşağı hissəsi aiddir və litosferin üst qatı aiddir. 1, 4, 5 doğru cavabımız. Deməli, davam edirik. Hüceyrə divarına malikdir. Hüceyrə divarına malikdir bitkilər, göbələklər və bakteriyalar. Burada parmeliya şibyədir, ya göbələk və bitki, ya da göbələk və bakteriyadan ibarətdir. Bu doğrudur. Leishmania bu heyvandır. Hüceyrə divarı yoxdur. Salmonella bakteriyadır. Bunda olacaq. Pleurococcus bakteriyadır. Olacaq. İnfuzor tərlik heyvandır. Bunda hüceyrə divarı olmayacaq. Davam edirik 27-ci sualla uyğunluğu müəyyən edin. Fotosintezin mərhələləri, işıq fazası, qaranlıq fazası. Deməli, su fotolizə uğrayır işıq fazasında, stromada baş verir, bu qaranlıq fazadır. Deməli, üzr istəyirəm. Su fotolizə uğrayır işıq fazasında, A-nı yazırıq 1-ə. Stromada baş verir qaranlıq fazası, B-ni 2-yə yazırıq. Kalvin sikli baş verir qaranlıq fazasında. Zülal sintez olunur. Deməli, fotosintezin mərhələlərində zülal sintezi baş vermir. Deməli, naDF H sintez olunur. Bu, deyə bilərik ki, naDF H sintez olunur. Əslində, işıq fazasında sintez olunur, qaranlıq fazada hidrogen istifadə olunur. Yəni, düşünürəm ki, Y işıq fazasına aid olacaq. 1-ə AY, 2-yə B və C variantları. Davam edirik. Sizə təqdim olunmuş situasiyanı diqqətlə oxuyun. Deməli, həkim hamilə qadını müayinə etmək üçün müxtəlif üsullardan istifadə edir. Ultrasəs müayinəsi nəticəsində bir neçə dölün olması və həm də aşağıdakılar müəyyən olunur. Cift sayı 3-dür, göbək siyələrinin sayı 4-dür. Deməli, burada sonuncu müayinədə şəkildən göründüyü kimi elektroensefalografiyadır və keçək situasiya suallarına diqqət eləyək. Deməli, 3 cift olduğu üçün bizim düşünə bilərik ki, 3 zigotumuz olacaq və 4 dənə göbək ciyəzdirsə, deməli 4 fərdir. 3 zigot 1, 2, 3 dənə zigot və bunların birindən 2 dənə fərd var. Digərlərinin hərəsindən isə 1 fərd əmələ gəlir. Döllərin neçəsi eyni, neçəsi müxtəlif yumurta əkizləridir. İkisi eyni, ikisi müxtəlif yumurta əkizləridir. Yəni, 2 eyni, 2 müxtəlif. Sonuncu müayinədə istifadə olunan cihaz necə adlanır? Elektroensefaloqraf. Yəni, 1 yazsaq, elektroensefaloqraf. Və bu cihaz nəyi qeydə alır? Beynin biocəryanlarını qeydə alır. Beynin biocəryanlarını qeydə alır.
Keçid alırıq 30-cu və sonuncu sualımıza. Sonuncu sualda deyir ki, mayalanmada bilavasitə iştirak edən qamətlərin ikisində Y xromosomu olduğunu bilərək döllərin somatik hüceyrələrinin hər dölün bir hüceyrəsi bir nüvəsində cəmi neçə minimum cəmi nüvəsində olur? Deməli, əvvəlcə yenidən göstərək. Bizim 3 zigotumuz var. 3 zigotumuzun birindən 2 əkizdir. Digər zigotlardan hərəsindən 1 əkizdir. Deməli, qamətlərin ikisində Y xromosomu var. Yəni, burada ikisinin hər bir dölün hüceyrəsi nüvəsində cəmi minimum neçə X xromosomu olduğunu hesablayın. Minimum X-i düşünürüksə, biz burada eyni yumurta əkizlərini Y ilə götürəcəyik ki, yəni X-in sayı daha az olsun. Yəni, burada bir X üstə gələk bir Y oldusa, bu X, Y-dir. Əmələ gələn iki fərddə də hərəsində X, Y olacaq. Və bu X üstə gələk X-dirsə, burada X, X-dir. Əmələ gələn fərd də X, X-dir. Burada yenə X üstə gələk X olacaq. Bu X, X-dir. Əmələ gələn fərd də X, X olaraq götürülməlidir. Deməli, bir nüvəsinə indi bizə deyir ki, döllərin somatik hüceyrələrinin hər bir dölün bir hüceyrəsi bir nüvəsində cəmi neçə X xromosomu olduğunu hesablayın. Aha, cəmi neçə X-dirsə, deməli hesablasaq, yəni 1 buradadır, üstə gələk, 1 buradadır, üstə gələk, 2 buradadır, üstə gələk, 2 buradadır. Cəm eləyəcək. 2, o da 2, 4, o da 2, 6. Əgər biz birinci tərəfdə eyni yumurta əkizlərində X, X götürsəydik, burada 2 üstə gələk 2, 4, üstə gələk 1, üstə gələk 1. Yenə də 6 olacaqdır, amma 2 dəqiqə iştirak edən qamətlərin ikisində Y xromosomu olduğunu bilərək dediyi üçün biz digərin birində də Y olaraq götürəcəyik. Aha, bu X, Y olacaq deməli. Və buradan 1 üstə gəl 1, üstə gələk yenə 1, üstə gələk ən axırda 2 bərabərdir 5. Cavabımız 5 olacaq. Üzrlü sayın texniki yanlışlıq olduğuna görə. Yəni, əgər maksimum olsaydı, biz müxtəlif yumurta əkizlərində biz götürərdik X, Y-yi və eyni yumurta əkizlərində hərəsində X, X olardı və say artacaqdı. 2 dənə, 4 dənə X olacaqdı eyni yumurta əkizlərində, 2 dənə də X olacaqdı müxtəlif yumurta əkizlərində 6 eləyəcəkdi. Amma biz X, Y-in birini eyni yumurta əkizlərində, digərini müxtəlif yumurta əkizlərinin birində götürdüyümüz üçün, yəni minimum sayda X xromosomunun sayını ala bilirik və bu da 5-ə bərabər olur. Düşünürəm ki, bu 30-cu sualımızın doğru cavabı 5 edəcək. Və videomuzun sonuna çatırıq. Ümid edirəm ki, hər biriniz üçün faydalı olacaq. Əgər hər hansı bir yanlışlığımız olsa, inşallah rəy bölməsində qeyd edərsiniz və müzakirə edib doğru cavabı müəyyən edərik. Əgər videomuz düşünürsünüzsə, sizin üçün faydalı oldusa, zəhmətimizə hörmət olaraq, əgər abunə deyilsinizsə, kanalımıza abunə ola, həmçinin videomuzu bəyənə və paylaşa bilərsiniz ki, daha çox izləyicilərimiz izləyib faydalana bilsinlər. Sağ olun, inşallah gələn videolarımızda görüşənədək.